أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وهو خير ناصر ومعين. قالت فاطمه سلام الله عليها ما جعل الله لرجل من قلبين في جوفه. Bu bir ayet-i şerifedir. Ve قالت فاطمه فجعل الإيمان تطهيرا لكم من الشرك. Eyyam Fatımiye, Eyyam Sugvari xanım Fatıma-i Zəhra. Xanım Zəhranın bu müsibətləri, biləğərə üçün cəmaat zindəcanlıqlarında müsibət görürlər, müsibətə işlər əlaqəmiz olur. Xanım Fatıma-i Məsumə poştiban vilayətidir. Canım, malın, vücudum fəda edədi ağamız Əli ibn Əbi Talibə. Yəni istəyir deyə istəyirsən yaxçı yaşayasan, adım mandıqar ola, tarixdə səbt ola. Cəm içində 50 ildən sonra deyərlər ağa filani çox yaxçı yaşadı getdi. İstəyir bu cür yaşasın ki, Ali Muhammədə daməninə əlivi atasan. Xanım Fatıma Məsumi Salamul Fadım Zəhra-i Mərziyə vaxtı baxdı, gördü əmisi oğlu Əli ibn Əbi Talibin həqqi qəsb oldu. O müsəlmanlar xiyanət elədilər. Çoxlar var, namaz qılırlar. Namaz insanı nəcat verənməz. Tənha oruc adamı nəcat verənməz. İnsan əgər istəyir aqibət bexeyr ola, əvvəl işləri Allaha görə ola. Çox adam namaz qılır, ixtilas da eləyir. Çox adam namaz qılır, nuzul da verir. Çox adam namazı da çəkir mərdumun gözünə, o yandan adam deyir, baba mən bu işi bavər eləyim, ya bu biri işi. Pəs istəyir deyə tənha bu iki, iqrar bir lisan yox, qəlbən Allaha xatir, qurbətən iləllah. İş Allaha xatir olsa mandıqar olar. İş Allaha xatir olsa bunun əsəri çox tərdir. Amma mərdumə xatir olsa heç ərzişi yoxdur. Allah da buyurub qiyamət günü riya eləsin, elə deyəcəyəm ki, hər kəsə görə əməl eləyibsən, il ondan dalarsan. Tənha müdafiə Əli ibn Əbi Talib kimdir? 4-5 dənə kişidirlər, bir dənə də xanım Fatıma-i Zəhra. Kişilər də getbə-get bəziləri yoldan çıxdılar. Min cümlə Zübeyir. Zübeyir əzun əfradı ki, xanımın qapısı yananda həyətin içindədir. O adamlardandır ki, Əmirəl-Mömininin dövrəsindədir. O adamlardandır ki, şəmşir çəkib, deyir, mən bu qapıya gələnin qarnını sökəcəyəm. Amma Əmirəl-Möminin buyurur, əyləş yerində. Peyğəmbərin vəsiyyəti qoymaz biz əl ataq qəbzəyi şəmşirdə. İstəmirik biz qiyam-ı müsəllahan eləyək. İstəyirik müsəlmanlar düz yola gələrlər. Bəzi məvaqı görür, İmam Həsəni deyəndə, İmam Həsən də sülh elədi. İmam Həsən sülh eləməsəydi, rişi şiyə kəsilərdi. Əmirəl-Möminindən sonra İmam Həsən imam oldu. Ondan sonra İmam Hüseyin 10 il imamət elədi. Vəli qiyam da eləmədi. Niyə? Çünki qərardat var idi. Tam Muaviyə rəsi kardaydı. Qərardat İmam Həsən idi. Qərar ola tənha İmam Hüseyin elə büyün imam oldu, sabah həml elədi. Xeyr, 10 il dər zamanı Muaviyə İmam Hüseyin imamət elədi. Səsidə çıxmadı. İtiraz eləyirdi, amma qiyam-ı müsəllahan eləmirdi. Niyə? Çünki zəminə gərək qiyam fərahəm ola. Gərək mənim bu qanım səmər verə, mənim ölməyim hədər olmaya. Sərdar Süleymani əgər yorğan döşəkdə dünyadan geçsəydi, faydası nə mənə idi? Əgər bu adam məsələn gələydi, təsadüfdə dünyadan gedəydi, faydası nə mənə idi? Ərzışı mındadır ki, bu adam gərək arzu-i şəhadət eləyib arzısına çatsa, deyirik, ağa, Allah bunun səsini eşitdi ya, pəs eləyə bilər, həmun Allah mənim də əlimdən yapışa. Həmun Allah da mənim əlimdən tuta. İqtidar yəni bu, izzət yəni bu. Məntəqədə İran izzət sahibidir. Mütəəssivanə bədəzin ki, 15 dənə muşəki vurdu Eynül Əsədi təbdil elədi Eynül Himara. Gəldilər, neynədilər, toğutə bizim həməşə içəridən insan ağacı qurt yiyər. İçəridə qurd olmasa, o tərəfi gözün çıxartmışdı. Dedi, ay olan bu gözü kim çıxadıb? Dedi, famillərdən biri. Deyir, dedim, axı çox dərindən çıxadıbdır. Ağacın qurdu özündən olar. Vəllə eşikdən hamı Sərdar Süleyman ola, məgər məmləkətin qabağına dura bilərlər, məgər bekar tapılar, məgər kasıb tapılar, məgər ac tapılar, məgər bivəzən tapılar, məgər möhtaç tapılar. Hamı Sərdar Süleyman ola. Sərdar Süleymaniyə hamı ağladılar. Baba, əməldə Sərdar Süleymanı ol. Əməldə Sərdar Süleymanı ol. Tənha məndən olmaz. Hamı gənə gələ meydana, hamı gənə iqtidar məmləkətindən himayət eləyə. Bir
dənə hava peymə hənuz bəlli deyil. Onun başını Amerika nə oyun gətirib, çönüb gedib saytı Muşaçiyə, Muşaç şellik olub, deyib hava peyməyə, olub Osman köynəyə də bir ittələr veriləmirlər. Tökülüblər deyirlər, Acərət camiədə, məmləkətdə hökumət əvəz ola, məsələn hava peymə filanı xodülər vurublar. Çox keşverlər xodüləri hava peymanı vurublar. Xudu Ukraynada da der sali 2001 bir dənə hava peyma vurdular. Tel Aviv'dən gedirdi Rusiya vurdular, saldılar yerə. Nəcür olubdu biz bu 175 nəfərin qanı bebelər rəngin olub, bəniyablar öləndə mərdum şəm yandırmırdılar. Ondakı bildilər bunu sipahın müşahidə etdi, hamı gəldi. Ərz və huzur kase dağ tərəzaş oldular, düşdülər vəsətə. Həm onlar iki suto, kafo, rəqsiləri beri atdı. Ağay mücrü gəlib, mən istifa verirəm. Baba sən də orada tərəxurda eləyirdin da. Televizyonda bir dənə aşbaz örgədirdin da, kəsmişdir onu, çəkil önə qoy, o biri niru gəlsin. İttifaqən gəlmişdim biraz da, o biri nirun qabağını sədd eləmişdir. Heç bu cür əmsalı xain insanlar olmaya behtərdir. Dünyada ildə 2 milyon 600 min nəfər fəqət döhtürlər öldürürlər. Döhtürlər. Həmin bu döhtürləri ki, Danışqan Şərifdə tökülmüşdü leşiyə, ha? Deyirdilər, gərək Sərdan Hacızadə gedə, gərək rəhbərimin ayıqda eşiyə. Həmin döhtürlərin əlində ildə 2 milyon 600 min nəfər adam ölür. Həmin döhtürə, mənim dədəmi döhtür öldürüb. Bunu barha da demişəm. Mənim dədəmi döhtür öldürüb. Həmin adamı ki, Zambiya oxşadır döhtür. Gedir bunu şimi dərman elir, pis günə qoyur, qaş tökülür, baş tökülür, bədən əriyir, bir dənə mədənini əlində saxlayamır, onu kim otalazab? Sərətan yox, döhtür. Cibin də boşaldıbdı, övün də yıxıbdı, özün də ayaqdan salıb, sonra da deyir ki, ahirdə gedin dua eləyin. Və sən əvvəldə duya etiqadın yoxudur, pul alandan sonra etiqad tapıbsan. Və bunu sən ayaqdan salıbsan, məni sən pis günə qoyubsan. İranda ildə 8 min nəfər fəqət döhtürlərin əlində adam ölür. 8 min nəfər. Niyə biz heç vaxt döhtürü şikayət eləyənmərik? Niyə? Öldürməmiş qabaq imza alır. Mən bunu öldürəcəyəm, sən də razı ol. Keç imzanı ver. Bilir hamını bir huş eləsə də dirilməyəcək. Həmin adam ələn orada Xeymə Şabbazı film oynadır. Ki, gərək elə ola. Bizə sipah lazımdır, bizə Sərdar Süleymanı lazımdır, bizə Məğzi-hay Fərarı lazımdır. Onlar nökərdilər xariciyə. Onlar gediblər ciblərinə işləməyə. Onlar nökərdilər qərbə. Havaq gəldilər, fənnavərlər də bizə kömək elədilər. Hansı noxbəmiz gəyətdi, gəldi məmləkətinə xidmət elədi. Ha, noxbədirlər, noxbədir nökərdi Amerikaya da. Bundan ikinci qabaq rəis cumhurumuz Əhməd Nəcatdan qabaq. Deyirdi biz iftixar eləyirik, çeylus edərsədəz danışməndanı NASA İranıdırlər. Biz də deyirdik də Amerikanı almışıq ha. Ha vaxt bizim biz pıraydı mı belə noxbə ilə. Və çeylus edərsəd əgər bizim adamlarımız çeylus edərsəd Amerikanı alıb əllə, niyə biz pıraydı mı? Biz niyə bir keyfiyyət Peugeot minirik? Kaş camiədə hamı Sərdar Süleymanı, hamı sipah kimin iş işləsəydilər, vallah məmləkət Gülüstan olardı. Əgər hamı sipah kimin esas məsuliyyət elə, zəlzələdə kim gəlir qabağa, seldə kim gəlir qabağa, dövlət yatıbdı, heç özündən xəbəri yoxdur. Və nəcür oldu, Qatarda Azərbaycanlılar kül oldular, töküldülər çöllərə, bir nəfər istifa vermədi, bir nəfər yerindən caymadı. Məkkədə nə oyun gətdilər bizim cavanlarımızın başına, bir nəfər istifa vermədi. Və nəcür oldu, indi yollarım rəngi qırmızı olubdu, mərdum hamı be şeypure, fitnə be şeypure nüfuz, aybala vırdılar, saldılar, özləri vırıblar. Kimi vırıblar? Hansı məqamatı onun içindeydilər? Ki deyərlər ağa, mühim, Musmir Səmər bir adamıdır, vurdıq saldıq yerə, məsələn 500 dənə ərşad fərmandehimizi salıbla yerə. Bir dənə Sərdar Süleymanı Amerikanı vəhşət əzalmışdı. İndi gərək biz iqtidarımıza pey aparaq. Vırdıq 15 dənə muşə ilə dağıtdıq Amerikanı. Ürz eləmədi deyə nəyə vırıbsan? Ağa bu olcu iqtidar, bədət Cəngi Cəhani Dovum bir nəfər bulan səmtinə güllə ata bilməmişdi. Vəli əlan İranın sərbazları qoydulamın qulağının dibinə. Bu bəsi iftixardı damını gəlib təlx eləməyin mənisi nəmə nədir? Tökülüb xiyavana oyun çıxatmağın mənisi nəmə nədir? İttihad, vay olsun, Hitlerdən xəbər aldılar, mındar tərin adamlar, sənin nəzərindən hansı adamlardı? Dedi, o adamlardılar ki, mənə kömək elədilər, mən onların məmləkətlərini aldım.
Məmləkət be mənzəleyi madər bir dənə insandır, namus bir dənə insandır. Bu pəst insanlar mənə kömək elədilər, mən onların sərzəminlərinə təcavüz elədim. Mındar adam olardı. Məmləkətin pulun yiyə, mənfəyyətin verə ayrı yana. Vərzişkarı ucaldırıq. Adamı ki zərfiyyət olmadı, ha badkunəh kimin, pülədi patlar da. Bəha verduna başı gicəldi. Bir dənə gedib 4 dənə orada təpi atıbdı. Tekvandova gedib hər kuftu zəhrimara 100 sikkə bura verdi. 50'sin bura verdi. Ne var filan xanım, matmazel xanım qoydu getdi eşku halının dalısıca. Pulu götürüb indi biz olmuşuq əx. Biz olmuşuq pis. Baba bu məmləkətə hadzadələr lazımdır. Bu məmləkətə Sərdar Səlamilər lazımdır. Bu məmləkətdə eykaş elə bizim fənnavərimiz də muşəyimiz kimin gedəydi qabağa. Maşınımız da muşəyimiz kimin gedəydi qabağa. Elə işimiz də muşəyimiz kimin gedəydi qabağa. Mütəəssifanə. Yarı, məsələn gəlib Şorayı şəhri Tehrandır. Ağzını açıp yolda, vurdular, əmdi vurublar, bu nəm radardan xarc olmaq. Yardan qulunun biri, sənin vəzifə şəhəri saxlamaqdır. 3 həftə bundan qabaq qar yağmışdı, doğmuşduz altında. Səndən Muşaya yetişənmə, sən ged öz işivə yetiş. Sən ged gör, məmləkətdə bir dənə şəhərə, Tehrana bildir qar yağmışdı, başlarına döyürdülər. 3 dənə şəhridar əvəz olub. Hənuz bilə eləyəmirlər, bir dənə xırda şəhəri müdiriyyət eləyələr. Baba, bir adam ki təxəssüsündən xaric, vaxtın nəzəriyyata olanda xətası çox olur. O da istəyir ki, iqtidarınızdan gəli olun. Onun bunun sözünü allanmayın. Amerikanı belə vurmuşuq, ağzı əyilib, ha, dünyada səslənibdir. Yəni elə bir də, film bırnın sındırıb, şaxın sındırıbsan qulun. Amma buna gəl iftixar eləyəsən, da bunu gəlib acələməklə heç də olmaz. Tərəfin uşağı hava peymada düşüm, nənəsi deyir, bir kəsə rəbdi yoxdur. Sahibxana verilib, müstəcir əl çəkmir. Ərbab verilib, nökər yaxamızdan əl çəkmir. Həmun adamlar ki arzuları budur, diskolar burada yola düşər. Arzuları budur, vel dolana hammi. Arzuları budur, məşrublar xiyavanlarda satılarlar. Din o iman əgər mühüm olsa bir nəvər heç vaxt məmləkətin ixtirarına xədşə varid eləməz. Odur xanım Zəhra be tənhayi vilayətin dalında dayandı. Vilayətin də gördü baba hamı xiyanət elədilər. Gördü Bəni Haşim Əmirəl-Mömininə xiyanət elədilər. Baba Bəni Haşim az dərdilər. Azı 500 nəfər şəmşir zənləri var idi. Hamısı çəkildilər dala da dedilər qoy. Niyə? Bəzi yerdə görübsən bir dənə famildə bir istəyir rəy gətirə, öz famillə özünə rəy verməz. Əmirəl-Möminini bu cür elədilər. Əmirəl-Möminin yəni bir belə adamsızıdır. Və Bəni Haşim kimlərdir? Bu nəm oğlanlar idi, bir oğlanlar idi, xalı oğlanlar idi. Nəcür oldu bunlar, niyə kömək eləmədilər? Niyə Əmirəl-Möminin təhqi aldı? Əmirəl-Möminin 5 nəfərlə təhqi alıb öldü. Elə famil be qeyrət be yürz olsa, gərək o familin boynuna şalın salıb sürgələməsi də. Famil be yürz olsa. Famil be qeyrət olsa. Bir adamın dilində yalandan la ilahe illallah çağrı olsa, qıldığı namazın dalında poştuvanı olmaya, tuttuğu orucun dalında poştuvanı olmaya, gərək elə rəhbər bir dənə camiənin atalar şalın boynuna sürüyələməkdə, saxlayarlar bir nadan adamın qabağında deyələmin dalında namaz qıl. Dərd budur. Əlinin müsibəti bu dər ki, ac qalırdı. Eşqi bu Əmirəl-Möminin sadəzisti ola. Necə Sərdar Süleymanın sadəzistidir. Bizlərin arvatlarımızın boynuna muşar qoyasan o moblunların üstündə oturmaz. Bir dənə Sərdar məmləkətin övü idi. Elə bir adam sadəzist olsa, oğurluq olmasa, dələdozluluq olmasa, zirab zənisi olmasa, oğlu oğru olmasa, qızı oğru olmasa, arvad işrafkar olmasa, elə gərək o cür ola. Öləndə gərək dünya səslənə. Hamı ağlaya. Niyə hamı ağladı Sərdar Süleyman öləndə? Hamı ağladı. Gəlirdin gördün öydən nənəni ağlayır. Ay bala nə olub Sərdar şəhid olub. Qız ağlayır. Oğlan hamı ağlayır. Niyə? Çünki İmam Zaman ağladı buna. Məsum ağlayanda hamı ağlar. 3 seri Mədinədə hamı ağlayıblar. Peyğəmbər dünyadan gedəndə xanım Zəhra ağladı. Kullu kainat ağladı. Xanım Zəhra özü dünyadan gedəndə Həsən Hüseyin ağladı, kainat ağladılar. Bir də Əbi Abdillah dünyadan gedəndə hamı ağladılar. Ağaçlardan da qan yağırdı. Quşlar qanatlarını vururdular o qana, qalxırdılar, səpirdilər göydən yeri. Hamı ağlayırdılar. Çünki məsum ağlayanda hamı ağlar. Xırda Sərdar dəyərdi. Xırda kişi dəyərdi. İftixar bir dənə məmləkət idi.
məntəqəni saxlamışdı. Nə tənha İran. İran iftixar eləyirdi nə mənə. Hamı aram yatırdıq ki, sərdarımız var. Sərdar Süleyman Əlan Suriye'nin çöllərini hamı bilirdilər da. Bu kişi şəhadət dalı sıcaq gəzirdi. Kaş elə məndə də ürzol el onun yarı sıcaq gedim. Elə mən özümü deyirəm, mən heç kəslə işim yox. Ben özümün malikim. Ürzə məndə ola, el o cür işimdə düz olam. Dələ dozduluğum olmuyor, saf olam. Bismillah cəqabağa da, ay Turabi işləysən fərhəngi, Bismillah cəqabağa. Gərək cibi doldurala, gərək maşının filan ola, gərək öyün filan yerdə ola, gərək filan cəmiyyət ola, gərək filan qəza ola, gərək filan ola. Xeyr ağa, Əmirəl-Möminin örgətdi bizə ki, sadəzist olun, qoyun Allah sizi ucalsın. Bəd əz 1400 ildən sonra aduz gələndə hamı desin, eyvəl, kişi tamamıdır da. Əmirəl-Möminin özü aşıqıdır, özü arpa çörəyi yerdə onu da qurusun. Deyərdi çünki kasıblar tapanmırlar, mən istəyirəm olanla həmdərd olam. Və elə Əmirəl-Möminin pulu vardı. O qət quyu qazmışdı, o qət Nəxlistan abadlamışdı. Biz tökürük öz hesabımıza, o paylayırdı füqəraya. Gəlir deyirdi, əm qızı bugün 200 xanə vadiyə çörək vermişəm. Qəmbər deyir, İbn Əbbas Qəmbər, mən gedirdik. Çörəklər əlinin çiynində bizə də qoymurdu, biz götürək. Bir dənə qapını gecənin aləmi çaldı. Xırdaca qız çıxdı. Ağa buyurdu ki, qardaşın hayanda. Dedi, o qəti sənə müntəzir qaldı, gəlmədin, aj yatıb qardaşım. Buyurdu, ondan üzrü xah elə. Dedi, bə mənə qərardı, bir dənə at gətirəsən. Ağa buyurdu, gətirmişəm. Dedi, hani? Qəmbər deyir, gördüm, ağa, əllərin qoydu yerə, dizlərin qoydu yerə. Buyurdu, onu mindirməyəm kürəyimə. Küçədə dolandırır, deyir, əliyinə həlal elə. Haya, bizim bəzi məsullarımız deyə bilərlər, bizi halal eləyin. Hancımız da cürət var, kəfənimizi vıraq qoltuğumuza gedə, 5 dənə familə deyək, yazmığın üstündə məndən razısən. Bəzi işə cürət ciyər istər. Ciyər istər ki, əməl ola da, boş vanəzində. Vəllilə, mən də kəfənimi vırıb qoltuğuma gətirirəm, otururam Məscid-i Musa Cəvərdə, tumar imzalatdıram. Ay mərdim, deyin, Turabidən biz razıyıq. Turabi gərək yaxçı ola deyələ, bu Turabi yaxçıdır. Mən gərək Sərdardan dərs alam, Sərdar xanım Zəhradən, xanım Zeynəbdən, Əba Abdillah Hüseyndən dərs aldı. Nə qəd piruz oldu? Oğrular nə gücünə qaldıra? Oğruların hamısının özün də yamanlıyla dədələrində. Oğruların dalı ilə lənun ifrindi, oğruların dalı ilə ahı məzlumdi, ahı bivəzənlərdi. Onlar ki, bir vədə şam yeyib yatanmasa, ahı o puldarın evin yıxacaq, o oğrunun evin yıxacaq. Amma o adam hiç xiyalı rahətdir. Nə xiyamı vardı? Nə qəmi var? İnsan gərək ehsas məzvəllə çox adam namaz qılır. O, namaz deyil adamlar durur. Elə zalinə dəndələr çəkirlər. Gərək o namaz ola. İnanasan ki, mən namaz qılam Allah qabağında. İnanasan mən oruç tutmuşam, film oynamıram. Kur'an oxuyuram, film oynamıram. Xanım Zəhra gördü, baba hamı dağıldılar. Əlinin köməyi qalmadı. Əli oturub evində dizlərin qucaqlayıb. O Əli ki, tamamı qorcaun ərəbi vurdu yerə. Bu bir şeridir bunun qabağında. Bir kəs dayanamırdı. Vaxtı varid olur. Xeybərdə varid olduq, gəli Xeybərə. Mərhəb Xeybəri gəldi qabağa, səsləndi, mən mərhəbəm. Ağa buyurdu, ənəlləzi Sommiyə Heydər, mən o adamam ki, nənəm adımı Heydər qoyub, yəni şerləri öldürən şer. Mərhəb qayıtdı qaçsa, şeytan dedi, hara qaçsan, dedi, mənə dayəm deyib, səni Heydərlə bir nəfər öldürəcək, dedi, baba qayıt. Heydər, nə çox Heydər var, qaçarsan arvatlar qız sövü uşaqlarına deyərlər. Qəydəndə Əmirəl-Möminin buna bir zərbə vurdu. Dedi, ya Əli, neynədim mənə, dilimin ucu görünür. Haqa bir hərəkət eləsin, bilərsən. Əmirəl-Möminin hünəri fəqət adam bölməkdir. Cəngi Uhudda 6 nəfəri bücür bölmüşdü. Pərçəmdardan birini vurdu, yarıdan qırıldı, bədən düşdü yerə, ayaqlar öz-özünə qaçırdı. Yəni, bir qədri herfey cəngələrdi. Amma həmun adamın tökülüblə qapısına, həmun adamın xırda uşaqları qışqırırlar övündə, həmun adam da durab deyəmir. Mən niyə mənim xanımımı qapı ilə divar arasında qoydu? 32'sinin ne vardı ya? Həzrət Əbəlfəzdən də 2'sinin xırdaydı. Bu cavanın qabağına kim dura bilər? Gələsəm dənə qəhrəmanı məsələn, bir dənə Beynəlminəlin qapısını yandırasan. Zəif adamı vursun deyə zəifi də vurdular da. Zəifi ayaqlasın deyə zəifi də ayaqladılar da. Amma Əmirəl-Möminin ki, adı gələndə bütün dizlər titriyirdi. O əlini çəkirlə məscidə tərəf.
Xanım qalıb dər o divar arasında. Bir əli ilə də yapışıb əlinin damənindən velləmir. Deyir, qoymaram aparasız. Aparmayın əmi oğlumu, yaralıyam, gələnmirəm. Xanım Fatimənin 18 sinni var. Millət yığılıblar, cəşni tuturlar. Xəlifənin dövrəsi doludur. Tənha kəs heç oturub öyündə, rəhbəri əslidir, qalıb öyüdü. Millət yolu caydırıb, tökülüblə məscidə. Xanım başına uzun çadır atdı. 5-6 nəfər Bəni Haşim xanımlarla xanımı dövrələdilər. Buyurdu, bir pərdə çəkin, istəyirəm mərdümlə danışam. Xanım məsumdur da. Dedim, cəhsə dünya dağılar. Əmirəl-Möminin gördü ki, məscidin qapıları titriyir, səxfi titriyir. Buyurdu, Səlman qoyma ha, Fatimə nifrin eləyə. Fatimə nifrin eləyə, tamam bulan dudumanı dağılar. Ona görə İmam Hüseyin də buyurdu, Bacı Zeynəb, nifrin eləmə ha, bu leşkəri nifrin eləmə. Bir yerdə Vəli xanım niyə? İstədi nifrin eləyə. O da yeridir ki, yaralı baş uca neyzənin üstündeydi. Xanım şimdi çağırdı, buyurdu ki, denə bu yaralı başı biraz aparsınlar qabağa. Bu naməhrəmlər bu qız gəlinə baxmasınlar, bunlar zəhra balalarıdır. Qoy mərdümin təvəccühü cəlb olsun yaralı başa. Şimdi mümanəət elədi. Xanım dəstur buyurdu yerə, tut bu zalimi. Yarıyacaq şimdi getdi yerə. Bir baxdı yaralı başa. Gördü qardaşı razı dəy, nifrin eləmədi. Halı Məhəmməd əhli nifrin deyirdi. Nifrin eləyədilə insanlar kum və yakun olardı. Amma xanım varid oldu məscidə. Dövrəsini tutubla, pərdə çəkiblə. Xanım ucadan bir zəccə çəkdi. Əhli məscid hamısı qışqırırdılar, ağlayırdılar. Xanım buyurdu, sakit olun. Bir xutbə oxudu. Yəni kullu qasəbəni vilayəti əhli səqifəni orada bir dənə dadgahı ələn elədi qoydu ora. Buyurdu, bilirsiniz mən kiməm? Bir xutbə oxuyub, bu xutbənin ravisi kimdir? Xanım Zeynəb. Xanım Zeynəbin 4-5 yaşı var ha. Bu xutbəni Xanım Zeynəb İrəndazə xutbəni zehnində saxlayıb. Xanım varid oldu. Burada elhamdülillah Əla ma an'amə və ləhu şükrə ma əlhəm və sənə'u ma qəddəm təsbitən li hikməti tənbihən əla taati izharən li qudrəti təəbbudən li bəriyyəti izazən li dəvəti. Baba mən o Allahın adıyla sözümü başlayıram. Peyğəmbərlərə qudrəti həmin Allah veribdi. Ay mərdüm, bilirsiniz mən kiməm? Mən həman müsəlmanam. Mənim babam peyğəmbərdir. Və əşhədu ənə əbi Muhammədən əbduhu və rəsuluhu. Allah. Əxtarəhu və entəcəbəhu qəblə ən ərsələ. Mənim babam paçıdır qəbləzin ki peyğəmbər ola. Buradayı mərdüm əntum ibadullah. Nusibə əmrihi və nəhihi və həmələhu dinəhu və vəhyi. Ay mərdüm, Allahın dini sizin çiğinizdədir. Yəni mərdüm gərək süz namaz qılasınız. Mərdüm süz gərək zəifin dalında durasınız. Rəhbər hər kəs olan mərdüm himayət eləməsələ şikəs yer. Əmirəl-Möminin 7 da şikəs. 4 il 9 aydan sonra Əli gəlib dərdin deyir quyuya. Mərdüm baxmırdılar da sözə. Vaxtı mərdüm həmrahlıq eləməsə məsumdan yuxarı İmam-ı Zaman niyə gəlmir? Gərək məndə bir amadəli ola. Əfzəlul əmal intizarul fərəz. Hani məndə əlaməti zuhur? Hani məndə dəqdəqi zuhur? Hani məndə qarnım az olanda bəli qışqırmışam, yamanlamışam, şuar vermişəm, təzahürat eləmişəm, şüşə sındırıb bancotlamışam. Amma dinim xətərə düşəndə bir seri səslənməmişəm. Baba öz-özümə deyim, hələ heç istəmir. Bu mahvarı mən ölüm çıxad İmam Zamana xatırı önündən ötürü işiyə. Çıxad ötürü işiyə da vaqən məhəbbəti ürəyində yoxdur, çıxad ötürü işiyə. Ey vaqən Allahdan qudrət istəysən, izzət istəysən, çıxad ötürü işiyə, bir dənə düşmən önündən ixrac elə. Niyə? Çoxları o günkü muşaki vurdular, Eynül Əsədə çoxları bahlarını doldurmuşdu, maşınların başın qaçala. Bərain ki Amerika oradan deyirdi, vursoz gəlirəm. Bunlar da deyirdi, durəzuro it düzdən hürür. Ya da onda cürət var, hürüzə var, o gələ bilər. O qorxusundan bir dənə Vietnamın sərbaz fərarisidir. O yekəliyinə baxma, xələvanı qapşəndə gəndə biraz da püfək kimi şişir. Həzrət Abbasi bir dənə bala sənin sipahın 50 dənə o cürləri dənlər tökər geri. Heç o dədə babası bu dövrə bərəd olur. O özü bilir nə xəbər vardı. O çoban
Gəlib düyünləmişdi, çörəyin əvəzinə bir daş qoymuşdu dəstərxana, sırfıya, möhkəm bağlayıb bağlamışdı ağacını. Dur özü bir dənə it sürətlə qaça-qaça gəldi, bu çobanı qorxuda, bu çörəyi ata yerə yiyə, çoban bu ağacı tovladı, elə bu dağarçıqda, o zaman dağarçıq deyərlər, daşla dağarçıq itin qulağının dibindən bir dənə vurdu, it bir uzandı yerə, vay öldüm, yədəcə, sancılandım, dedilər ədə nə oldu? Bir dənə dağarçığına dedilər, yox, elə o it də bilir o dağarçıqda nə var, çoban da bilir nə var, nə ilə vurub onu, o da bilir nədən yedi. İndi elə qəşəhdir, Amerikada özü bilir hardan yiyib, nə cür yiyib, izavə də danışlar, o biri nə mənə də paygahları var, elə kül olub, dağılıbdır, veraniya təbdil olub. Əvvəl deyirdilər, yoxdur, heç dad yoxdur burada, sən biz deyirsən orada o gün deyirdin, qoyun saxlayırdın. Həmin ki vurdıq dağıldı. İndi təzə hələ deyirlər, sərbazların çoxunu ürəyə keçib, çoxu ölüb, elə məlum də harda bastırıblar. Hənuzdur, xanəvadələri tökülürlər xiyavanlara, deyirlər, bizim uşaqlarımız bəd neçə gündən sonra telefonları xamışdı, heç də cavab qudəy. Niyə? Hamısı Sinəyə qəbristanda yatıbdır. Hamısı Sinəyə qəbristanda yatıb. Amma heyf, o həlavət, o şirinliyi 5-6 noxalə körradılar. Heyf, hezaran bar heyf. Çera ağıl konet kari ki bazaret peşimani. Allah'ın da verip bir hürmet seydi şehada üçün bəhsimiz tuğlanı olar. Bundan belə hemen 3 gündə sizin xidmətinizdə olacağım. Sizin huzurunuzdan və gəlməyizdən qədəmlərinizə mənim bu canım qurban, məhəbbət eləyibsiz, ağalıq eləyibsiz. Hamılarınızdan təşəkkürü vicə eləyirəm az tərəfi, acayı xidməti və acayı dərdayı. İnşallah bir balaca müqəddəmi rozə az nəfəsi gərmi, ustad ərzişmən Hacı Behzadai Həsəni Əhəri əzizəm ki, insafən əl-həq vəl məhbubul qulub, xoş seda, xoşlən və Sot-ı Davudi bu buzurgəvar hamılarımız aşiniq. İnşallah az nəfəsi gərmi hacada istifadə eləyəcək. Məhəbbət buyurarsan, xanım Zəhra inşallah bir nəzər ilər, nə mənə ürəyində gizlin dərdün, zindəcanlığında, işində düyünün var. Be hürməti xanım Fatıma-i Zəhra. O bir 50 qunut tutan əlindən inşallah tamam düyünlərimizi açar. Zindəcanlığımızda saadətmənd olluq. Həm dünyəvi, həm uxrəvi. İnşallah ruhinə qurbətən iləllah ilə nə qəd eşqün var özünə o əndazə bu uca salavat xətm ilə. Esselamu aleyke ya Ebu Abdillah ve elel ervâilleti hellet bifinaik aleyke minni selamullah ebeda. Bir Rozəxan ol xanıma, cənazəsindən yapışan olmadı, qardaşlar olmadı, el tayfa olmadı, nə qəribalə xanım getdi qəbrə. Peyğəmbər buyurdu, ay mərdim, gör söz bir cavan nənə ölüb, qoymayın cənazə çox qala yerdə. Səğir uşaqlar olsa, uşaqları o cənazədən uzaq eləyin. Axı xırd uşağın təhəmmül olmaz, baxa cavan nənə cənazəsinə. İstəyirəm bir nəfərə salam verək. O zaman nənə gedəndə 5 yaşı vardı. Və ələlər var illətin həllət bifinaik. Hamı Rozəxan olanlar inşallah hellet bifinaik. Aleyke minni selamullah ebeda. Ma beğitu ve beğiyel leylu ve nur ve la celallah ahirel ehdi minni li ziyaretikum amıbam. Esselamu ala
الحسين وعلى علي ابن وعلى أولاد الحسين وعلى Kuryer üstlenene yatmağına talipsin. Ay balaların çok izleyenene, ay balalarına mehabbet eleyenene. Kuryer üstlenene yatmağa ne talipsin. Oyan azizim oyan, toprak üzde khab olmaz. Emir el-müminin izdir cenazene para, görüpsüz isterle öden cenaze haric eleyele. Ne diyelle, diyelle bunun balaları gelsinler, üzün açarlar cenazeni. Ölüncen adam diyer eyvay, baktım apardılar. Allah cac bizeri yuxuma gele. Emir el-müminin cenazeni hazır eledi. Çezlendi bala ezen, oğul Zeyn bala Zeynep gelinine gedirdi. Balalar geldiler, özlerin saldılar nene cenazesine. Hatmen buradan gittiz nene, eğer ölüp bir Yasin okursan, eğer kalıp utanma eğil. Ay ellerinden öp, üzünden öp dene. Ay ümidi zinde canlığım nene. Nene öden gidenden sonra övün day celali dağlar. Uşakları öve çetin bir de yığışanlar. Gidenden diyerler eyvay, boş yerin göremiyorum. Az kalır ruhum ayrıla, hamı geldiler. İmam Ezel'a geldi zün koydu nene cenazesine. Çemiş odger merama der, ezan kuçe nemi bordi. Men ancaranemi didim, to hem silinemi xardi. Ah bir de veri nenesin gözünün kabağında vıralan, ben ölüm neyner. Ölüncen diyer ola mezhebi görem evezlacağım, nenemi vurdu. İmam Ezen'de bile kocalmıştı bir nefer dedi. Ebne Resulullah ağı sinnin kıyafı ve yemir. Bağdı dedi filan. Herkesin nenesin gözünün kabağında vıralan. Ağı benim nenemi vurdular. Hanım da ölünce bir 50 günü tuturdu. Erdem derdi Allahümme eccil vefati. Allah'dan yoruldu, Allah'tan yoruldu. İnşallah rozemizin idamesi sabah olar. Her yerde sen hanımın adını zikrele, hacanı davet eleye. Ya Zehra, Ya Zehra. İnşallah mərzlərin şəfasına uca. Ya Zəhra.